Birinci fəsil. Bu fəsildə biz Winnie Pooh və bir neçə şübhəli arılarla tanış olacağıq. Winnie Pooh'un torpağı. Keçmiş zamanlarda, deyəsən keçən cümə günü, bir ölkədə Winnie Pooh adlı ayı balası yaşayırdı. Niyə adı belə idi? Çünki onun qapısının üstündə yazılmışdı. Winnie Pooh. O da orada yaşayırdı. Bir dəfə Winnie Pooh qarnını doydurmaq üçün meşəyə getdi. O, həmişə yeməyə çox sevirdi. Bundan da əlavə o həm də şair idi. Boş vaxtlarında şeir yazırdı. Hətta mahnı da. Təxminən belə mahnılar. Param param prum qışqırır. Pum purum param param prum çığırır. Pum 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 pum. Boynumu qaşıyıram nəvəciyimə. Başımın içi samandı, hə. İçində saman olsa da qışqır bağır hasasa da. Həm də səsküy bağırtı çıxırtı. Pis yazmıram bəzən mən də, hə? Winnie Pooh rahatça dünyada yaşayır. Mahnılarını da ucadan oxuyur. Nə işlə məşğul olacaq? Yəqin arıqlamayacaq. Məncə arıqlamayacaq. Əlbəttə vaxtı yeməyini yesə, hə. Tram param 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 pam pam. Trum param 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 pam pam. Pram param 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 pram. Param param. Çox hündür palıd ağacı. Param param param. Bu vızıltı əbəs yerə deyil. Ağac vızıldaya bilməz. Deməli, burada kimsə vızıldayır. Əgər sən arı deyilsənsə, niyə vızıldayırsan, hə? Məncə elədir. Bəs arılar nəyə lazımdır? Bal düzəltmək üçün. Məncə elədir. Bəs bal nəyə lazımdır? Ona görə ki, mən onu yiyeyim. Məncə elədir. Arı olsaydı ayılar heç vaxt düşünməzdilər. Niyə hündürdü binalar qalxıb yıxılmazdılar. Ay! Ayı balı xoşlayır. Bunu kimsə anlayır. Axı kim deyər niyə? İstəyir o bal yeyə. Ay! Beləliklə Winnie Pooh ən yaxın dostu Donuz Fındıqburunun evinə yollandı. Evin üstündə yazılmışdı. Kənar şəxslər G. Kənar şəxslərin kim olduğunu isə hətta Fındıqburun özü də bilmirdi. Sabahın xeyir, Winnie Pooh. Sabahın xeyir, Fındıqburun. Maraqlıdır. Səndə təsadüfən hava şarı yoxdur. Hava şarı? Hə. Mən elə buradan keçirdim, birdən fikirləşdim. Görürsən, Fındıqburunda təsadüfən şar olmaz. Şar sənin nəyinə lazımdır? Bal! Nə? Bal! Axı kim bal yeməyə şarla gedir? Mən gedirəm. Yeri gəlmişkən, dünən Fındıqburun Dovşanın evinə qonaq getmişdi. Orada ona 2 dənə qəşəng şar bağışladılar. Göy və yaşıl. Hansı daha çox xoşuna gəlir? Deməli biləm. Bal yeməyə gedəndə əsas odur ki, arılar səni görməsinlər. Aha, Əgər şar yaşıl olsa, onlar elə biləcək ki, bu yarpaqdır, fikir verməyəcəklər. aha. Əgər şar göy rəngdə olsa, onlar elə biləcək ki, bu səmanın bir parçasıdır. Yenə də fikir verməyəcəklər. Necə bilirsən? Onlar şarın altında səni görməyəcəklər. Bəlkə gördülər, bəlkə də yox. Hə. Mən özümü elə aparacam ki, güya balaca buludam. Onda onlar başa düşməyəcəklər. Aha. Onda yaxşısı budur, göy rəngli şarı götür. Fındıqburunla gedirik, hara demək olmaz. Bunu axı gizlədirik, olmaz və... Bura bax, səndə çətir var. Çətir? Bilirsən, birdən ağlıma gəldi. Bəlkə hər ehtimala qarşı özümüzlə çətir götürək. Bu arılardan nə desən gözləmək olar. Fındıqburunla gedirik, hara demək olmaz. Bunu axı gizlədirik, olmaz və... Bunu saxla.
Bax, indi əsl qara buluda oxşayıram. Fındıq burunla gedirik, hara demək olmaz. Bunu axı gizlədirik, olmaz və... Yox. Şarı doldur. Aha. Bırax. Ura! Necədir, elədir? Mən indi kimə oxşayıram, hə? Şarla uçan ayıya oxşayırsan. Məyər balaca buluda oxşamıram? Yox, elə də yox. Yaxşı. Bəlkə buradan daha çox oxşadım. Bilmək olur ki, bu arıların ağlına nə fikir gələcək? Bal. Fındıq burun. Nədir? Məncə arılar nədənsə şübhələnir. Nədən şübhələnir? Bilmirəm. Amma özləri nəsə qəribə aparırlar. Bəlkə fikirləşirlər ki, sən onların balını yemək istəyirsən. Fındıq burun. Deyəsən onlar mənim qara bulud olmağıma inanmırlar. Onda neyniyək? Şətiri aç, gəzməyə başla. Mən buludun mahnısını oxuyacağım. Sənsə mənə baxıb deyərsən. Deyəsən yağış yağacaq. Deyəsən yağış yağacaq. Deyəsən yağış yağacaq. Deyəsən yağış yağacaq. Mən balaca buludam, olmaz məni sancmaq. Buluda isə xoşdur səmalarda uçmaq. Ey, fındıq burun! Deyəsən yağış yağacaq. Nə? Mən fikirləşdim, hər şeyi başa düşdüm. Sən demə bunlar düzgün arılar deyil. Heç düzgün deyil. Onlar yəqin düzgün olmayan bal hazırlayırlar. Mən aşağı düşürəm. Deyəsən yağış yağacaq. Deyəsən necə? Hələ bu haqda fikirləşməmişim. Deyəsən yağış yağacaq. Fındıq burun! Nədir? Sən də evdə tüfəng var. Var. Tez ol, get onu gətir. Aha. Mavi mavi səmada hər şey çox rahatdır. Ona görə arılar belə vızıldayır. Ay, fındıq burun! Mən buradayım. At! Hara atırsan? Əlbəttə arılara. Arılara yox. Sən şarı nişan almalısan. Axı, mən şarı vursam, o xarab olacaq. Şarı vurmasan, onda mən xarab olacağım. Aha, Oy, 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 oy. dəymədi? Oy. Yox, dəyməyinə dəydi. Amma şara dəymədi. Bağışla. Vinni. 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 Pux. Fuh. Oh. Bəlkə elə buna görə. Amma dəqiq demək olmaz. Onu hamı Winnie Pux çağırırdı. Oh. Ay. Necə bilirsən, səncə yemək vaxtıdır? Məncə, hə? Burada nağılımız sona çatdı. Yəni bu nağıl sona çatdı. Başqaları da var. Pux və dovşan barədə, fındıqburunla qoca boz uzun qulaq barədə və başqaları. Son.